Lir quşu və ya menura. Əslən vətəni Avstraliya olan lir quşu dünyanın ən böyük və ən yüksək səsli nəğmə quşlarından biridir. 1 metrə qədər yüksəkliyə asanlıqla çata bilər. Lira quşu çox fərqli bir quruluşa malikdir. Eyni zamanda bu quşun çox gözəl rəngləri və naxışları var. Lir quşunun qırqovullara bənzər tərəfləri var. Bununla belə qırqovuldan fərqli xüsusiyyətlərə malik olması da diqqət çəkir. Lir quşunu görən insanlar bu quşa böyük heyranlıq hiss edirlər. Lira quşu çox gözəl rəngləri və naxışları olan çox diqqət çəkən bir quş növüdür. Bu quş növü iri qəhvəyi qırqovulu xatırladır. Özünə xas xüsusiyyətləri ilə yanaşı, sevdiyi bölgələrdə də rahat yaşayır. Yetkin lir quşlarının çox bəzəkli quyruğu var. Eyni zamanda lir quşu quyruğunu göstərəndə lir və ya hordofon adlanan antik musiqi alətinə bənzəyir. Bu səbəbdən bu quşa lir quşu deyirlər. Elmi adı isə menuravdır. Lir quşları yaşayış yeri olaraq ümumiyyətlə nəmli meşələrə üstünlük verirlər. Ələxüsus Cənub-Şərqi Avstraliya və Cənubi Tasmaniyada yaşayırlar. Bu ərazilər lir quşlarının ana vətənidir. Lir quşlarının qanadları qəhvəyi və qırmızımtıl bir görünüşə malikdir. Ayaqları və dimdiyi qara rəngdədir. Lir quşunun quyruğu 80-100 sm arasında dəyişir. Lir quşları cəmi bir yumurta qoyur və 42-50 gün inkubasiya dövrü keçirirlər. Lir quşlarının çox gözəl səsləri var. İstənilən səsi, insan səsi, heyvan və quş səsləri, elektrik mişarı, maşın siqnalizasiyası, fotoaparat və sair səsləri olduğu kimi təqlid edə bilirlər. Xüsusilə də eyni anda bir çox quş növlərinin səslərini çıxara bilirlər. Kanalımıza abunə olmağı unutmayın.